Elə pilləkən, ikinci pilləkəni, üçüncü pilləkən çıxırdım. Gördüm kimsə mənə əl atdı belə. Ceyranbatan qəsəbə 147 saylı Peşə Liseyinin yataqxanasında soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, taksi sifarişi verən bir xanım mənzilinə gəlmək üçün bu istiqamətdə düşüb və iddiaya görə arxadan bir nəfər şəxs ona yaxınlaşaraq boynundakı qızıl boyunbağını qopararaq aradan çıxıb. Sumqayıtda işdən evə qayıdan qadına qarşı soyğunçuluq olub. Belə ki, Ceyranbatan bağları ərazisində yaşayan 32 yaşlı Əsmər Səfərova gecə saatlarında evinə qayıdarkən gözlənilməz hücuma məruz qaldığını iddia edib. Məlumata görə qadın Sumqayıtdan taksi ilə Ceyranbatandakı mənzilinə gəlirmiş, lakin binanın girişində dəhşət yaşayıb. Onun sözlərinə görə arxadan yaxınlaşan naməlum bir şəxs onun boynundakı qızıl boyunbağını qoparıb və sürətlə yoxa çıxıb. İşdəydim, yoldaşıma zəng elədim ki, mənə taksi vurun. O da ki, dedi ki, taksi tapılmır da, şirkətdə yoxdur, altı bazar olduğuna görə xatına götürmürlər zakazı. Mən də dedim ki, onda çıxıram, 7 nömrə ilə gələm. Çıxdım, bu da zəng elədi ki, haradasın, dedim 7 nömrədə. Heç nə, birinci elə çıxdım Astanovkaya. Gördüm bir yaşlı daydı, bir dənə də balaca boy bir oğlandı, dayanıb. Soruşdular ki, 7 gəlib. Dedim ki, yox, 7 nömrə vaxtı keçir buradan. Qayıtda oğlan dedi ki, mən taksi tutum, istəyirsiniz taksi ilə gedən. Dedim, yox, mən 7 nömrəni gözləyirəm. Gələcək, bu 11-ə 12-nin yarısına kimi gəlir. Heç nə, gördüm 7 nömrə gəlir, mindim. O da minib. Mən otdum şoferin arxa tərəfindən. Biraz keçmişdim, məsələn. Vətəndaşlar mindi. Yer verdim ona, bölümdə otdu. Mən düşəndə şofer orada dedi ki, geç haqqınız çatıb da mən bilmədim kim verdi. Dedim, yəqin tanış bir işdə kimsə. Oğlan ona deyib ki, mən onun geç haqqısını vermişəm. Da mən də bilmədim. Gəldim ora Sülh Plazanın qabağına, taksilər biri baha dedi, biri dedi 20 yanvara gedirəm, biri dedi getmirəm. Nəsə biri saxladı, 4 gözüydü, Mercedes. Dedim, Ceyranbatana gedirəm mən, 147 Peşə məktəbinə. Məni oradan 3 manat versəm, sokardan içəri sala bilərsiniz. Dedi, xanım, problem yoxdur, əyləşin. Əyləşdim, qabaqda da bir yaşlı xanım oturmuşdu. Yanımda da bir dənə də xanım oturdu. Biraz getmişdi. O oğlan qaydı, dayan, belə interesini dedi. O da dedi ki, mədəniyyətin olsun, ona danışsan. Saxladırsan maşını insan kimi. Şimdi o da gəldi, mənim bu bir tərəfimdə otdu. Dedi ki, şofer ona harada düşürsünüz, dedi ki, sokarda. Heç nə, bura qədər. O da gəldi, xanımın biri Bərəkət marketdə düşdü. Biri də ki, elə qabaqdakı xanım o Ceyranbatanın özündə düşəcəkdi. Şofer məni düşürdü, 10 manat verdim, gediş haqqım çıxdı 3 manat, 7 manatımı qaytardı. Elə pilləkən, ikinci pilləkəni, üçüncü pilləkəni çıxırdım, gördüm kimsə mənə əl atdı belə. Amma görürəm, arxamca adam gəl, elə biləm qonşularımdır. Əl atdı, mən də belə bunu belə vurdum ki, tələdim ki, kimsiz də mənə əl atırsınız. Utandım ki, qonşular bilər, qışqırmayayım da, kimsə mənə sataşır edir. Belə elədim, elə bildim mənə sataşır da, qəfildən əl atdı, evi qırdı, doladı, əlinə qaçdı. Əsmər Səfərova bildirib ki, onu qarət edən şəxsi tanımır və həmin şəxsin Sumqayıtdan evinə qədər onunla taksidə gəldiyini iddia edir. Bu cəsarətli soyğunçuluq nəticəsində qadına 1200 manatdan çox maddi ziyan dəyib. Qurban öz hüquqlarını qorumaq üçün dərhal Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinə şikayət ərizəsi yazıb. Üzünə diqqətlə belə baxdım ki, bu həmən insandır. 7 nömrəyə də minib, taksiyə də minib. Sizin arxanıza gəlir? Bu mənim arxamca gəlib, məni izləyib. Yəni tanımırdınız onu, bir iş dəfə də görürdünüz? Yox, heç yerdə görməmişim. İş dəfə də görürdünüz? İş dəfə də görürdüm. Yəni o sizinlə hətta taksidə gəlmişdi? Aha, bölümdə oturmuşdu, taksidə gəldi, düşdü sokarda. Sonra o taksi belə fırlandı, protiv kimi. Gəldi, məni düşürdü, xanımı düşürdü.
o xalandı, geri qaytardı, ünvanına düşürdəcəkdi. Ümumilikdə nə qədər ziyan vurub sizə? Orada 1200 manat. Sepimi mənə vələduzluq edir də, mənim yaxamdan qopardı və aparır. Mən biabır oldum cəmaatın içində. Yəni dəyəri 1200 manat idi. Hə. Mövcud vəziyyətlə bağlı polisə artıq məlumat vermisiniz. Vermişik. Mövcud vəziyyətdən zərər çəkmişin qonşuları da məlumatlıdır. Eşitdiyimə görə xanım işdən evə gələrkən taksinə gəlib. Taksindən düşəndən sonra binasına, podyezdə qalxarkən kimsə podyezdə boğazına sepik qırıb qaçıb. Yəni eşitdiyim məlumat belə oldu. Ümumiyyətlə o qadını, ailəni tanıyırsınızmı? Bəli, onu tanıyırıq belə, yəni qonşu hamıda. Yəni bu barədə qonşular da məlumatlıdır da yəqin ki. Yəqin ki, bəli. Hadisə ilə bağlı dərhal hüquq mühafizə orqanları şübhəlinin axtarışına başlayıb. Şahidlərdən və yaxınlıqda olan təhlükəsizlik kameralarından toplanan məlumatlar əsasında cinayətkarın tapılması üçün intensiv işlər görülüb. DNAS TV-nin əldə etdiyi məlumata görə əməli törətməkdə şübhəli bilinən şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılıb. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq DNAS TV üçün.